Fevralın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent-AZ-da verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısa müddətli az yağıntılı olacağı ehtimalı var, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 isti, gündüz 12-16 isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 olacaq. Azərbaycanın rayonlarında, əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 13-18 isti, dağlarda gecə 2-7 şaxta, gündüz 1 şaxtadan 4 dərəcə isti olacaq.